Sokar Azərqaz Təchizat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. Ağsu rayonunun Padar kəndində istismar müddəti başa çatan qaz xəttlərinin əvəzlənməsi işləri həyata keçirilir. Torpaqla təmasda olan korroziyaya uğrayan qaz xəttləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır. Biz hal-hazırda Ağsu rayonunun Padar kəndindəyik. Padar kəndində istismara yararsız müxtəlif diametrli boruların tikintisində işlər gedir. Xətlər çəkilir, qapüstü keçidlər, arkalar qoyulur. Dayaqların dibi betonlanır, antipaz və parlaq boya ilə boyanır. Hal-hazırda kənddə, ərazidə işlər gedir. Layihə üzrə 7000 pagonometr xətt verilib. Yeni xəttlərin çəkilişi yekunlaşdıqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq. Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində geniş miqyaslı işlər bundan sonra da davam etdiriləcək.